Salam hörmətli izləyicilər, bugünkü xəstəmiz Bərdədən gəlmiş Natiq müəllimdir. Natiq müəllim bir neçə ay öncə avtomobil qəzası keçirib və qəzadan sonra onda belə tremor başlayıb, bir neçə yerə müraciət edib və müraciət nəticəsində məlum olub ki, buna deyiblər ki, səndə posttravmatik distaniyadır. Bilirsiniz ki, posttravmatik distaniya müalicəyə tabi olmur. Biz onu müayinə elədik. Müayinə nəticəsində məlum oldu ki, Natiq müəllimdə bu əsmələr nə posttravmatik distaniya deyil, nə Parkin deyil, nə də Parkinsonizm deyil. Onda Konovalov-Wilson xəstəliyidir. Belə ki, xəstədə müayinə nəticəsində serumda misin miqdarı aşağı, asilikdən misin miqdarı yuxarı və eyni zamanda serumoplazminin qanda miqdarı aşağıdır. Bilirsiniz və burada qeyd edeyim ki, Konovalov-Wilson xəstəliyi tam sağala bilən xəstəlikdir. Xəstənin indiki halinə və müalicədən sonraki halinə baxarsınız. Zəhmət olmasa çay içmək kimi aparın üzü. Sanki çay içirsiniz. İndi yaxınlaşın stola qoyun. Yaxınlaşın, çaşkanı stola qoyun. Xəstənin bugünkü halı və Allah qoysa 5 gündən sonra müalicənin nəticəsini çəkib sizdən paylaşacaq. Və dönə-dönə təkrarlayıram ki, Konovalov-Wilson xəstəliyində xəstə tam sağalır. Bu qədər.